Naxçıvan şəhər İcra Hakimiyyətində Xocalı soyqırımı, tarixi həqiqət və milli yaddaş mövzusunda tədbir keçirilib. Soyqırım qurbanlarının xatirəsi ehtiramla anılıb. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin Xocalı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəli sükutla yad olunub, dövlətin səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş soyqırımı aktıdır və xalqımız bu faciəni heç vaxt unutmur. Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi hüquqi qiymət verildiyi diqqətə çatdırılaraq, bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün sonra qələbə ilə başa çatıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Xocalı şəhəri və kəndlərində məskunlaşma prosesinin uğurla və planlı şəkildə davam etdirildiyi qeyd olunub. Xalqımızın birlik və həmrəyliyinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirin sonunda soyqırımı şahidlərinin iştirakı ilə hazırlanan video çarx nümayiş etdirilib. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Asil Fətəliyev, NTV Xəbər.